Hörmətli izləyicilərimiz, mən Təranə Bayramova, Mərkəzi Gömrük Hospitalı Mama Ginekologiya Şöbə rəisi vəzifəsində çalışıram. Mən bu gün sizə yumurtalı kistləri haqqında qısa məlumat vermək istəyirəm. Belə ki, yumurtalıqlarda çox vaxt hallarda kistlərə rast gəlinir. Bunlar əsasən xoşxassəli və bədxassəli ola bilər. Mən sizə xoşxassəli kişilər haqqında danışmaq istəyirəm. Belə ki, əsasən 20-44 yaş arasında qadınlarda rast gəlinə bilir. Bunların kapsulası və içindəki möhtəviyyət ola bilər, maye və sərt möhtəviyyətdən ibarət ola bilər. Əsasən 30% hallarda menstruasiya olan qadınlarda rast gəlinir, 50% hallarda qeyri-müntəzəm sikllərdə görülür və 6% hallarda isə menopozda olan qadınlarda rast gəlinə bilir. Kistlərin əmələ gəlmə səbəbləri müxtəlifdir. Belə ki, ilkin olaraq genetik səbəb ola bilər, hormonal, embrional, endometrial, iltihaba bağlı ola bilər. Əsasən kistlərin əmələ gəlməsinin risk faktorları vardır ki, demək 12 yaşına qədər olan qızlarda rast gəlinə bilər. Hormonal pozğunluqları olanlarda, tüklənməyə meylli olanlarda, menstrual sikli, yəni düzənsiz olan xanımlarda, qalxana bənzər vəzn xəstəliklərində, yəni bu kistlərin əmələ gəlmə riski yüksəkdir. İndi isə mən kistlərin növləri haqqında məlumat vermək istəyirəm. Kistlər funksional və patoloji olaraq iki qrupa bölünür. Funksional kistlər özü də iki qrupa bölünür. Folikulyar kistlər yumurtalığın toxumasından əmələ gəlir. Əsasən ovulyasiya dövründə folikulun çatlanması nəticəsində əmələ gələ bilir. Bir qısa müddətdə öz başına spontan olaraq soğurula bilir. İkinci isə sarı cisim kistləridir. Bunlar ovulyasiya baş verdikdən sonra kistin yerində yarana bilən kistlərə aiddir. Bunların da rast gəlmə tezliyi 10% təşkil edir. Yumurtalıq kistlərini diaqnostik olaraq təyin etmək üçün bir neçə üsuldan istifadə olunur. Birinci xəstə klinik olaraq müayinə olunmalıdır. Fiziki, anamnestik məlumatlar toplanmalıdır. Daha sonra ultrasəs müayinəsindən keçməlidir. Demək olar ki, yumurtalıq kistlərdən 90%-i ultrasəs müayinəsi nəticəsində aşkar olunur. Çünki elə qadınlar var ki, onların şikayəti olmur. Təsadüfi ultrasəs müayinəsi nəticəsində aşkar oluna bilir və ultrasəs müayinəsinin həssaslığı 90% təşkil edir. Elə kistlər də var ki, ultrasəs müayinəsi ilə onu görə bilirik, amma onun xarakterini müəyyən etmək çətin olur. Bunun üçün ultrasəs müayinəsinə əlavə olaraq biz doplerometriyadan da istifadə edirik. Bu doplerometriya hesabına həmin yumurtalıq kistlərini qanlandıran damarların mənfəzində axan qan axın sürətinə əsaslanaraq həmin kistlərin xoşxassəli və bədxassəli olması haqqında bizdə fikir yaranmış olur. Bundan başqa şişlərin, yəni ultrasəs müayinəsindən başqa MRT, KT ilə də üsullarla da təşxis etmək olur. Belə ki, MRT həmin kistin həcmini göstərir, yəni yayılma dərəcəsini, digər orqanlara, qonşu orqanlara münasibətini göstərmiş olur. KT müayinəsində isə əgər o kistdə onkoloji şübhəsi varsa, həmin o şübhəni ya təsdiq edir, ya da inkar edir. Bundan başqa laborator analiz olaraq CA125, yəni onkomarkerlərdən istifadə edilir. Buna CA125, CEA, HY4 kimi testlərdən istifadə edə bilirik və son olaraq bəzi kistlər var ki, bütün müayinə üsulları, radioloji müayinə üsulları, qan analizlərinə baxmayaraq o kistlər haqqında məlumat naməlum qalır. Onun üçün diaqnostik laparoskopiyadan eyni zamanda həmin yumurtalıq kistindən biopsi alaraq diaqnozu qoymaqda, yəni bizə kömək edir diaqnostik laparoskopiya. Çanaqda olan kistlərin digər xəstəliklərdən biz fərqləndirməliyik. Məsələn, ola bilsin ki, xəstədə apendisit ola bilir, divertiklit ola bilir, yumurtalıqların iltihabi xəstəliklərinə bağlı borularda irinli törəmələr ola bilir, retroperitoneal şişlər ola bilir, ektopik hamiləlik ola bilir. Kist zamanı olan ağrıları bu xəstəliklərdən də biz fərqləndirməliyik ki, düzgün diaqnozu təyin edək. Kistlərin nə kimi qadın orqanizmində nə kimi problemlər yarada bilir? Yəni ağrılaşmalar verə bilər. Müalicə olunmazsa onlar partlaya bilir. Partlayanda çanaq boşluğuna tökülür, xəstədə daxili qanaxma əlamətləri olur və xəstənin yəni həyatında ciddi problemlər yaranmış olur. Çox ağır hallarda öz həyatını itirə bilir və yaxud da ki, öz yumurtalığını, toxumalarını itirə bilir. Bundan başqa həmin kistlər çox böyük ölçülərdə olduqda onlar öz ox ətrafına fırlana bilirlər. Fırlananda da ciddi ağrılar olur və fırlanmış toxumanın qanlanmasını pozularsa nekrozlar əmələ gələ bilər. Eyni zamanda kistlər müalicə olunmadıqda geriyə dönməz proseslər yaranır, sonsuzluq yarana bilir və yaxud da kistlər qaldıqda bir müddətdən sonra bədxassəlilərə çevrilə bilir. Yəni bunları da nəzərə almaq lazımdır. Kistlərin müasir müalicə üsullarının 3 növü vardır. Birincisi gözləmə taktikası, ikincisi medikamentoz müalicə, üçüncüsü cərrahi
üsuldur. Gözləmə taktikası əsasən funksional kistlərə aid edilir. Belə ki, bunların 3-6 ay ərzində bu kistlər spontan olaraq, özbaşına olaraq soyula bilir. Yəni heç bir müalicə gərəkdirmədən soyula bilir. Yəni bunları gözlədə bilirik. Əgər görsək ki, kistlərdə yəni geriyə inkişaf yoxdursa, çilmə yoxdursa, onda biz medikamentoz yolu seçirik. Medikamentoz yol olaraq əsasən biz oral kontraseptivlərdən istifadə edirik, progestindən istifadə edirik. Endometrioz kistlərində, yəni endometriomalarda Bizannadan istifadə edirik, Zoladex-dən və digər hormonal preparatlardan, yəni istifadə edib kistləri böyüməsinin qarşısını ala bilirik. Amma elə kistlər də vardır ki, artıq onu klinik müşahidədə saxlamaqla, nə də medikamentoz üsulla aradan götürmək mümkün deyil. Elə olan hallarda biz cərrahi üsula müraciət edirik. Cərrahi üsulla, yəni qədimlərdə laparotomik üsulla icra olunurdu, amma hal-hazırda laparoskopik üsulla biz bu prosesləri aradan qaldırırıq. Laparoskopik olaraq yumurtalıq kistlərini, sadəcə kistləri soyub çıxarda bilirik. Əgər xəstənin yaşı, müəyyən yaşı keçmişsə, yəni reproduktiv yaşda deyilsə, yumurtalıq da çıxa bilir. Əgər o, yəni onkoloji hallarda isə histerektomiyaya qədər, yəni müalicə, yəni çəkə bilər. Və yeni üsullar da var. Laparoskopik olaraq biz onu da icra edirik. Məsələn, endometrioz xəstələrində, endometriomalarda artıq gedib sadəcə kisti və kapsulasını çıxartmırıq. Yəni laparoskopiya nəzarəti altında, kamera altında kistin kapsulası içərisindəki mühtaviyyəti soğurub, içərisinə metil spirti əlavə edib 10 dəqiqə gözlədib onu aspirə edirik. Bu yolla da endometriomaları müalicə etmiş oluruq. Diod lazerlə endometriomaların kapsulasının vaporizasiya edirik və bu kistin inkişafının qarşısını almış oluruq. Ümumiyyətlə bütün qadınlara məsləhətim odur ki, illik kontrollara getsinlər və qadınlıq orqanları haqqında mütəmadi bilgilər alsınlar. Çünki qadınlar dünyanın, cəmiyyətin sərvətidir. Çünki sağlam nəsil qadın sağlam olduqda formalaşmış olur. Hər kəsi öz sağlamlığının qeydinə qalmasına çağırırıq. Verdiyim məlumatlardan sonra diqqətinizə çatdırmaq istəyirəm ki, hər bir qadın 6 aydan bir, ən gec 1 ildən bir həkim kontrollərində olmalıdır, mütəmadi müayinələrdən keçməlidir. Çünki qadın cəmiyyətin sərvətidir. Qadın sağlamdırsa, gələcəyimiz də sağlamdır. Sağlam qadın, sağlam nəsil deməkdir. Diqqətinizə görə təşəkkür edirəm.